Salam olsun bizi izləyən dəyərli izləyicilərimizə. Bugün 19 may Kərbəla Məşəd zəvvarlarımızı yola salırıq. Kərbəla Məşəd ziyarətimizə heyətimizlə bahəm. Allah qəbul eləsin, sağ-salamat gedib, sağ-salamat qayıtsınlar. O gün olsun siz gələsiz, sizi yola salaq Kərbəla Məşəd ziyarətinə. Növbəti Kərbəla Məşəd ziyarətimiz iyun ayının 8-idir. Qeydiyyat davam eləyir. İnşallah qeydiyyata düşə bilərsiniz. Ya Allah. Rasim, sağ-salamat. Allah qəbul eləsin inşallah. Allahın köməkliyi ilə Kərbəla ziyarətinə yola düşürük. İmam Rıza əleyhissalamı və digər imamları ziyarət edəcəyik. Allah bütün həsrətində olanlara nəsib eləsin inşallah. Amin inşallah. Öpürəm, var olasın inşallah. Ümrə ziyarətinin qrup rəhbəri Hacı Allah Əziz. bütün izləyənlərə, Vüsal qardaşın özü, sizdir, bizdir, hamımızı Əhl-i-Beytin yolunda sabit qədəmlərdən qərar versin. Şirkətimizin rəhbəri Hacı Davud qardaşımız. Allah qəbul etsin, Allah hər birimizə nəsib eləsin. Amin. Məşəd ziyarətinin qrup rəhbəri. Salam dostlar. Bir də deyən görüm də. Allah hamımıza nəsib Biraz eləsin. belə elə, qaqa belə. Ədalət, Allah qəbul son 5 son 5. Bu da var, bu da var. Mən də varam. Mahmud Bala. Bu balaca Cavit, ofisimizin müdiri. İlahi, bizim şirkətdə gözü olanın gözün çıxar. Amin. Amin, amin. Ramin qardaşımız. Allah qəbul etsin. Amin.